Nəva Qurbanova. Salam Hacı, Aleyküm salam. necəsiz? Mən sübh vaxtı pis yuxular görürəm. Şeytan ona tabe olmağımı istəyir. Yuxuda namaza qalxanda qorxu olur. Gördüyüm yuxular gəlir gözümə. Nə edə bilərəm? Allah'a sığının, Allah'tan kömək istəyin. Rəbbimiz Allah hər şeyə qadirdir, Allah güclüdür. Quranda qəvi, Allah güclüdür, qadirdir. Ona görə bilin ki, bütün külli aləmi yaradan varlıq sizi çağırırsa namaza, ona sığınsaz o xof da çıxar gedər. Amma bir dənə də yol deyim sizə. İnsan qəlbindən o xoflar nə vaxt gedər? Hədisdir bu əslində, buyurur ki, əgər mənlə xəlvət eləsən, xəlvət də ən mühüm vaxtı gecə ibadətidir, deyir, əmləu qəlbək, qəlbimi dolduraram, qəlbimi ilə dolduraram, buyurur, qina, səni ehtiyatsız eləyərəm, mənə ehtiyac olarsan, şər bəndələrimə möhtac olmazsan, gözün tox olar, bu özü ilə, orada bir dənə kəlmə ki, sənin qəlbində xofu götürərəm. Xof yalnız mənə qarşı olar. Daha, belə deyək də, yersiz o qorxular ki var, onlar səni tərk edir, gedər. Xofun götürməyin amillərinə biri gecə ibadətidir. Əgər gecə ibadətini inşallah başlasaz, sübhdən qabaqda bir 11 rükət namazı qılsaz, Allahla xüsusi ünsiyyət qursaz, o xofu qəlbinizdən çıxardar. Bəli. Selamun aleyküm və rəhmətullah. Allah ibadətlərinizi qəbul etsin inşallah. Bir şəxs qeybdən məlumatlı olmaq istəyirsə nə etməlidir? Necə? Bir dənə Demək, bir şəxs qeybdən məlumatlı olmaq istəyirsə nə etməlidir? Kəzalikə nuriyə İbrahimə mələkutə səmavatı vəl-ərdə. Biz İbrahimə deyik, yerin göyün mələkutunu göstərdik. Yerin göyün mələkutu, yəni batini, yəni həqiqətlər. Batini görmək üçün də qəlbin gözü açılmalıdır. Bəzi insanlar, Quranda ayə var ki, deyir, qəlbləri kördülər, qəlbləri görməz. Summun bukmun umyun. Gözləri kör, dilləri lal, qulaqları kar olar. Və bunun üçün insan necə olur yolunu, mən ayələrdən bilirəm, mən də belə oxuyub deyirəm. Əziz Allahımız buyurur ki, لَوْ تَعْلَمُونَ إِلْمَ الْيَقِنْ لَتَرَوُنَّ الْجَحِيمِ. Əgər elmül yəqinimiz olsaydı, eynül yəqinimiz olardı. Yəqinə yetişməklədir. Yəqinə yetişməyin yolu nədir? Bəs başqa ayədə buyurur ki, وَعْبُدْ رَبَّكَ حَتَّى يَأْتِيَكَ الْيَقِنْ. Əbd olsun Allaha, bəndə olsun Allaha, ibadət eləsin Allah sənə deyir, yəqin verərəm. Deməli, bəndəçilikdən keçir. Bəndəçilik də nədir? İnsan ilahədləri bilə, ilahədlər haqqında Quranda 2 ayə var. وَلَا تَعْتَدُوا حَتَّى رَشْمُونَ. İkinci ayədə وَلَا تَقْرَبُوا yaxınlaşmayın. İlahədlərdən biraz uzaqda saxlayın, özünüz günaha düşməyəsiniz. Bəndə olsunuz, bəndəçilik eləsək, Allah gözümüzdən pərdələri götürər. Elə ki, gözümüzdən pərdələri keçdi, aləmin qeybi görmüş olarıq. Ona görə yolu bəndəçilikdən keçir. Bəndəçilikdə insan hədləri bilsin, Allah istədiyi kimi yaşasın, ondan sonra məqamı verər. Bir də ki, biz bəndəçilik üçün yaşamalıyıq. İndi Allah nə göstərəcək, nə göstərməyəcək ona qalıb. Aydındır. Təbii, bəli. Məcidov acı bilmək istəyir, salam verir. Aleyküm salam, rəhmətullah. Və bilmək istəyir, İmam Zaman Əcəllah Teala Fərəcəhu Şərifin necə təsəvvür edirsiniz siz şəxsən? Bəli. Hə, mənə şəxsi sual verir. Həzrət İmam Zaman əleyhissalam bir kəlmə ilə izah vermək olmaz ki. Çətin. Yəni, aləmin feyz məcrası, bütün gözəlliklər onunla süzülür. Bizi bizdən çox istəyən bir şəxs, bizi hər an dua eləyən, lal nasinə li zikrikum, mən heç vaxt unutmamışam, deyir İmam Zaman. Heç vaxt unutmamışam və heç vaxt da unutmuram, deyir, mən unutsam nələr olar, nələr. Belə bir şəxsiyyət, İmam Zaman əleyhissalam, elə bir şəxsiyyət ki, sən müntəzirsən, düzdür, onu gözləyirsən, amma o da səni gözləyir. Elə bir şəxsiyyət ki, sənin qəlbivə təsir etmə gücü var. Yəhdunə bi əmrinə, Quran-ı Kərim deyir ki, o imamətdə bir güc var ki, insanların ruhuna istiqamət verib Allaha qovuşdura bilər. Çox sözlər demək olar da elə bu qədər. Bundan çox danışmaq olar. Şəbəkələrdə bu barədə belə bir məqalə oxudum. İnsan yatarkən ruh bədəndən çıxıb keçmişə və ya gələcəyə gedə bilir və yaşadığımız bu təkrar yaşamışam hissi də onunla əlaqədardır. Bu düzgündürmü? Ruhun, belə deyək də, bir mənəvi aləmlərə seyri var.
Bu mümkündür əlbəttə. Yatıqda da, yuxu aləmində də bu mümkündür. Belə ki, bilirsiniz də, materiya aləmində zaman anlayışı var. Çünki bu qayda belədir ki, ağır kütlələr, bu fizikada bir qaydadır da, yüngül kütləni öz ətrafına cəzb eləyir. Məsələn, yer kürrəsi Günəşdən çox kiçik olduğuna görə, Günəş yer kürəsindən 1.300.000 dəfə böyük olduğuna görə Günəş öz ətrafına yer kürəsini cəzb edir və yer onun ətrafında fırlanır və yerin bir tam dövrü Günəşin ətrafında 365 gündür. Və ay isə 355 günə dövr edir. Ona görə hicri qəməri 355-dir. Amma hicri şəmsi 365-dir. Ona görə Ramazan ayında 10 gün, Məhərrəm ayında 10 gün həmişə bu tərəfə gedir. Çünki hicri qəməri ilə hesablanır, ayla hesablanır. Və bu aləmdə, materiya aləmində Günəş olduğuna görə, ay olduğuna görə, bu fırlandığına görə zaman anlayışı meydana çıxmış olur. Amma metafizik aləmində sanki o zaman anlayışı itir. Və itdikdə insan buradan yüksəlir və yüksəldikdə insan həm keçmişə ruh bir seyr edə bilir, həm gələcəyi seyr edə bilir. Amma keçmiş, gələcək bu dünyanın nəzərində dedim. Və o özü bir dənəcə seyrdir. Bu necə mümkün olur? Bir dənə fəlsəfədə bir qayda var. İcmal və təfsil adlı bir qayda var. Fəlsəfi qaydalardan biridir. Hər təfsil öncə icmaldır. Deyir, məsələn, qızılgül öncə bir nədir? Toxumdur da. Məsələn, yaxud məsələn, belə bir misal çəkək, görsən bir nəfər rejissor bir filmi ərsəyə gətirməmişlər öncə bir onun qığılcımı onun zehnində yaranır. Ondan sonra oturur, yığır ətrafında, deyir, belə bir iş görək. Yəni, qığılcım formasında var da. İnsanın ruhunu seyr eləməsi sanki o toxumları görür, o qığılcımı görür və da onun içindən də geniş bir baxış yaranır və onları görə bilir. Bu mümkündür, insan yuxu aləmi ilə getsin, müəyyən həqiqətləri də görsün. Amma təkcə məsələn də hər şeyi yuxu ilə həll eləmək, hər yuxu həqiqət deyil, sadiq yuxular var, yalancı yuxular var, mümkündür. Bəzi vaxt hətta sübh namazı ilə günəşin çıxana qədər adətən sübh azanından günəş çıxana qədər yatılan yuxu adətən dürüst olmur. Çünki o vaxt Allahın bəyənmədiyi vaxtdır. Bu şəkildə də yəni müəyyən qədər çalışdım cavab verə bilim. Bəli, çox gözəl də cavab verdiniz Hacı. Yəni belə deyək də müxtəlif görüşlər, baxışlar var müxtəlif məktəblərdə, sistemlərdə, quruluşlarda. Hərə bir yolla izah etməyə çalışır bu hissləri. Biri reinkarnasiya ilə bağlayırlar bunu və s. Amma İslamın görüşü, İslamın baxışı bu məsələyə mükəmməldir həqiqətən. Mən bu məsələni bir xırdaca araşdırmışam. Hətta xaricilər də qeyri-İslam dinində olanlar da bunu təsdiq edir ki, İslam ən gözəl bir cavabı veribdir buna. Siz də ondan buyurdunuz. Təşəkkür edirəm. Çox gözəl izah edib. Amma bu dənə məqam var burada. Onu da deyim ki, bir məqam da var ki, insan elə oyaq ikən, o bəzi adamlar yuxuda gedib o yeri seyr eləyə bilirsə, oyaq ikən onu seyr etmək mümkündür. Bu da mümkündür. Nəinki sırf yatmaqda. Bəli, gözəl. Əli Verdiyev yazır. Salamünəleykum. Allah razı olsun sizlərdən. Gözəl aqibətimiz olması üçün necə yaşamalıyıq? Vəl aqibətü lil muttəqin. Yazın demək olarmı? Bəli, qəşəng izah verdiniz. Təqva ilə yaşasınız, Oqtay müəllim demişkən. Vəl aqibətü lil muttəqin. Təqvaların da gözəl aqibət. Gözəl aqibət üçün insan həmişə belə deyək də narahat olmalıdır ki, birdən aqibətim yaxşı olmaz. Həmişə narahat olan insanda Yusuf peyğəmbər kimi məsələn. Və belə ki, yəni insan həmişə narahat olmalıdır ki, ola bilər bir səhv edərəm, xətaya uğrayaram. İnsan belə baxanda, məsələ bir canında qorxu olanda ehtiyatla gezməyə başlayır. Bir nəzər alın ki, bir yerdir, minalı bir zonadır da, bilmirsən hardadır, amma canında qorxu olsa necə addım atırsan da çox həssas da addımlar atırsan ki, birdən ora olmaz. Baxırlar, eləyirlər, yoxlayırlar. Ondan sonra hərəkət edirsən və addım atırsan. İnsan gələk bir canında qorxu olsun ki, mən səhv eləyə bilərəm, xəta eləyə bilərəm. Bu bir məsələdir. İkinci məsələ aqibət bir xeyir üçün özü-düz təqvadır. Üçüncü məsələ aqibətimizin yaxşı olması üçün İmam Zaman Əleyhisselam xüsusi ünsiyyət qurun, rabitə qurmaq və ona xadim olmaq, bu yolda çalışmaq, səy göstərmək. Bu da özü insan aqibətinin yaxşı olması üçün. Dördüncü, dua eləmək, ilahi aqibətimizi xeyirli qərar verir. La təcəlni minəl muarin dualar da var. İlahi, imanımı kirayə imanlardan qərar vermədən, yəni bu gün var, sabah yoxdur. Sabah olmayanda da ölüm mələyi gəlsin, canımı alsın. Çünki Quranda ayə var, buyurur, Əlləzina amanu summa kəfər summa amanu summa kəfər summa zədə kufra. Bəzi insana iman gətirir, sonra küfr edirlər, sonra iman gətirir, sonra küfr edirlər. Bəzi o imandan çıxır. Bu şəkildə inşallah özümüzü qoruya bilərik.